Salam xanımlar. Məsləhətçinin parolunu, yəni açarını dəyişmək istəyirsinizsə, şəxsi məlumatlar, baxın, şəxsi məlumatlar deyilən yerə daxil oluruq. Daxil olduqdan sonra burada sazlanmalar. Yenə də bir daha göstərirəm. Sazlanmalar. Buna daxil oldunuz. Gəlirik, burada açar, görürsünüz yazılıb. Onu da göstərim. Açar dəyişmək. Baxın bura. Daxil oluruq. İstədiyimiz açarı. Tutaq ki, mən öz açarımı dəyişmək istəyirəm. Yəni parolumu dəyişmək istəyirəm. Bura qoyuram. İstədiyim müxtəlif parolu. Məsələn, qoyuram öz adımla, ya neynəsə əlaqədar, ya rəqəmlər 1, 2, 3, 4, 5, 6. Belə də qoya bilərsiniz, fərqi yoxdur. Onu ikinci dəfədə yazırıq. 1, 2, 3, 4, 5, 6, 2 yerə qeyd edirik. Sonra yeni açarı təyin etmək sözünə vururuq. Açarımız dəyişdi. Bizim şəxsi kod parolumuzu bizdən başqa heç kim bilmədiyi üçün açarımızı dəyişə bilərik. Ondan sonra bizim şəxsi kabinetimizə heç kim daxil ola bilməz. Hətta burada bir şey də öyrədim. İstəyirsinizsə digər of məntəqələrdən sizin adınıza sifariş vurmasınlar. Çünki məntəqədən parolu etmədən də girib sifariş etmək olur. Məsələn, mən məntəqədən öz adıma artıq girib sifariş yerləşdirə bilərəm. Elə etməsinlər, yalnız kod parol yazmaqla girib sifariş etmək mümkün olsun. Onda mənim məsləhətçi nömrəmə məndən başqa kimə sifariş verməyi qadağan etmək. Bax, bura işarə qoyursunuz. Bax, bura gördünüz. Bundan hamısını etdikdən sonra açarın dəqiq dəyişməyi üçün, sonra bax, bu işarə qalmaq üçün aşağıda yadda saxla sözü var. Bu yadda saxla sözünü mütləq basın. Baxın, açarı ucu yadda saxladıq. Burada da quş varsa, yəni işarə varsa, sizdən başqa hətta məntəqədən də heç kim girib sizin adınıza tək kodunuzu yığmaqla sifariş yerləşdirə bilməyəcək. Mümkün olmayacaq. Xeyirli uğurlu olsun.